Bunlar ya. Bəli, canlayan səsi açıqdır. Hə. Və birinci bunları soruşaram. Bunlar sən bilirsən. Sadəcə bunu necə soruşaram. Demək, salam nədir fransız? Salut. Başqa? Bonjour. Salut, bonjour. Sonra bir də yenə bilirsən başqasını. Bonjour həm də gününüz xeyir. Həm salam demək, həm də gününüz xeyir. Deməli, bonjour. Bonjour. Sonra bir dənə də var, kuku. Ha, Onu bilirik. Bonjour. Salut biraz dostlar arasında qeyri-rəsmidir. Kuku da onun kimidir. Çox yaxın dostlarına. bonjour rəsmidir. Hə, yəni bonjour nə də? Həm bonjour, həm salamdır, həm də gününüz xeyirdir. Xoş gəlmisiniz, necə deyək? Bienvenue. Bienvenue. Xoş gəlmisiniz. Gününüz xeyir, gün ortanız xeyir. Bonjour. Var başqa bir dənə var. Gün ortadan sonra necə deyirdik? Après-midi. Bon après-midi. Bon. Sonra axşamınız xeyir. Bonne nuit. Yox. Bonsoir. Bonsoir. Bonsoir yox. Bonsoir. Hə, bonsoir o da var. Bonsoir, axşamınız xeyir. Gecəniz xeyrə qalsın. Bonne nuit. Bonne nuit. Sonra bir də var, səhərin xoş keçsin. Məsələn, sabahınız xeyir. Belə hə, o söz hansıdır? Bir də var, bon matini. Bon matin. Bon matini. Şad oldum, necə deyək? Enchanté. Enchanté. Sağ ol, xudahafiz, hələlik falan söz. Sağollaşanda nə deyil? Məsələn, sağollaşanda məsələn hansı sözlər deyirlər? Hansını bilirsən? Görüşərik. Hə, A bientôt. A bientôt var, sonra au revoir. Hə, au revoir. Sonra var sabaha qədər, yəni sabah görüşərik. Ademən. Ademən. Birazdan görüşərik. À tout à l'heure. À tout à l'heure. Bəli, à tout à l'heure, yəni birazdan görüşərik. Sonra gününüz xeyir, başqa bir dənə söz var idi. Bayaq dedik, bonjourne. Bonjourne. Sonra axşamınız xeyir dedik, bonsoir, sonra dedik, bonsoiré. Bir qədər sonra görərik. À tout à l'heure. Onu dedik, birazdan görüşək, onu dedik. Başqa bir dənə var, à plus tard. À plus tard. Sonra görüşərik də. Yəni biraz sonra görüşərik bu da. À plus tard. Bir dənə də var, à plus. Boş. Görmüşdük. Editodan. Görmüşdük. Editoda var idi, onu görmüşdük. Əlvida necə deyərik? Adieu. Adieu. Adieu, əlvida. Necəsən? Comment ça? Necəsiz? Comment allez-vous? Comment allez-vous? Yaxşısan? Ça va. Ça va. Nə var, nə yox? Təzə nə xəbər var? Ça va. Yox. Quoi de neuf? Quoi de neuf? Neuf nədir? Yeni. Ay, sağ ol. Quoi nədir? Nə? Nə? Pis deyil. Pamal. Pamal. Sonra salam. Xasay Məmmədov, salam. Sonra pis deyil, pamal. Yaxşıyam. Je vais bien. Başqa? Ça va. Ça va bien. Ça va. Sonra xoş həftə sonu arzulayıram. Bon weekend. Bon weekend. Bon weekend. Yorulmayasız. Bugün soruşduq, Allah qüvvət versin. Yorulmayasız. Cəsarət nədir? Courage. Bon courage. Bon courage. Yaxşı, bunları qoyduq kənara, keçək sözləri. Nədən başlayır? Rezistidən. Hə, bunu demək, bunu soruşaq. Rezistə nədir? Müqavimət göstərmək. Profite. İfadə etmək. Aha. Dezer. Səhra. Səhradır. Quru nədir? Seç. Qadın cinsi seçdir. İki cinsi sek. Seç. Uzanmaq.
S'entendre. S'étendre. S'attendre. S'étendre. S'entendre. S'étendre. Demək, gövdə nədir? Un tronc. Grain. Kök. Grain toxumdur. Racine. Racine. Racine toxum. Écorce. Qabıq. Qabıq. Corde. İp. Solde. Endirimlər. Donner une appréciation. Rəy bildirmək. La météo. Hava. Aha. Conseil. Fikir bildirmək. Məsləhət. Məsləhət. Bon marché. Ucuz. Bijou. Bərbəzək. Aha. Le t-shirt à rayures. Zolalı köynək. Alerte. Xəbərdarlıq. Aha. Xəbərdarlıq. Tendance. İp. Kod deyir. Tendance dəbdir. Təbii. Dəb. Trend də. Trend. Mem nədir? Eyni. Eyni, həmin. Həmin. Burada başqa mənadır. Yox, öz də var. Hə, düz deyirsən, öz vurğulu şəxs əvəzliklərinə qoşulur. Moi-même, yox, moi-même. İkinci tərəfdə olur məm. Moi-même, toi-même, lui-même, elle-même, nous-même, vous-même, eux-même, elle-même. Olur mən özüm, sən özün, o öz. Bir dənə başqa mənası var. Bunun hətta. Deməli, sən mənasını bildik. Eyni, həmin, sonra şəxs əvəzliklərin bir yerdə öz mənasında, bir də hətta. Indispensable. Vacib. Düz. Utile. Faydalı. Faydalı. Pul. Pul, bu paltar. Pulver, köynəkdir, həm. Koton. Koton dəri. Yox. Koton bir pambıq. Dərini heç yazmamışsan, amma orada var idi o sözü. Cuir idi də, orada biz onu keçmişdik. Yəni dəridən. Len nədir? Yun. Yun. Article. Məqalə. Məlumat, mal. Mal. Əslində orada məqalə mənasında deyildi, elə yazmışsan. İkinci də var. Aşağıda yazmış. Aha. Düzdən var. Sonra demək artiklin bir çox mənaları var idi. Həm artikldir, həm məqalə, həm maldır. Bir də məlumat. L'orage. Bulut. Nuajdır. Sonra pointure. Ayaqqabı ölçüsü. Aha. Elysion. Saat səsini düşmək. Yaxşı. Sonra tez saat. Test, nə test? Yoxlamış. Yaxşı. Deməli 1D, 2B, 3C, 4A, 5də écouter de la musique, prendre des photos et se connecter sur internet à Facebook. Sonra
6. Le portable. Le portable peut isoler comme l'ordinateur, les jeux vidéo, la télévision. 7'de dedans intérieur. 8. Une grande plateforme pour chercher à nouvelles informations ou trouver nouvelles informations. Un moyen de communication. Sonra 52. 1B, 2C, 3D, 4E, 5 des randonnées en VTT et de la marche. 6'da 4 élèves. 7, nous ne sommes partis que pour une semaine. 8, il faisait très chaud. Elucidation. 1B, 2D, 3C, 4A. 5'te, parce qu'elle s'était perdue et deux messieurs lui ont indiqué le chemin. 6, tout le monde chaque. 7, elle nage dans l'eau, marcher pieds nus sur les rochers et le sable chaud. 8, l'enfant de l'oncle ou de la tante. Bildiğim noktalardı? 54. 54. 1C, 2E, 3C, 4B, 5 un jean et un pull. 6, le frigo, le micro-ondes veya le placard da var. 7, il est petit. 8, éteindre, se déshabiller, prendre. Vardı. Səhv var. Var. Neçənciyə bax, 52-də. 51. 51. Bir de 2. 51. Baxaq 51. 51'də 2. Evet. Nədir 2-də? Şurası. Görsən sən. Evet. Deməli, şurası l'idée correct. Düzgün fikir seçin. Sən nə yazmışdın? Peşlenmiş. Ha, yazmamışsan. Deməli, le portable ne sert qu'à appeler. Presque tous les adolescents ont un portable. L'usage du portable ne dépend pas de la famille. Le portable aide les adolescents à devenir dépendants. Bunun şəklini çəkək mən buradan bax. Deyir ki, birincidə deyir, telefon yalnız zəng vurmağa xidmət edir. Belə deyil də. Nökü bilirsən, yalnız demək. Söylemez. Parce que tous les adolescents ont un portable. Yəni, demək olar ki, İstifade edeyim. bütün gənclərin telefonu var. Var. Bu fikir səhvdir ki, Düzdür. B çıxıb, cavab. Harada düz fikirdir. Bu mətn neyimi tapamıyorum. Yo, bildim ya, mətndən indi yəqin ki, tapmaq olar ya, orada olar da. Onsuz da bu fikir düzdür də. Düz. Düz fikirdir. Sonra Sonra 8. l'internet c'est. İnternet nədir? Bunu yazmalıyıq. İnternet nədir haqqında. Sonra 52'də 3. Evet. Amélie a passé ses vacances. Amélie öz tətilini keçirdi. Harda? Harda keçirdi tətilini? Kanadadır bəlkə. D variant.
Sonra Cavab Kanada deyil. demək, deyir ki, harda keçirdi tətilini? Avec sa cousine en Guadeloupe. Baxırsan cavablara. Baxırım. Hı. Avec Alice, avec ses parents à la montagne. Harda keçirib? Məncə də məncə yazmışdım. Alice'lə. Hı. Hardadır o mətndə? Alice'də keçirdi amma. Bununla danışırdı. Moi, j'ai été burada deyirdi, amma burada danışır da. Hə, bəli. Düzdür. Bəli. J'ai été au Canada avec mes parents. Valideynlərimlə Kanadada oldum. Nous ne sommes partis que pour une semaine. Cavab D variantı. Hə, yox. Valideynləri ilə, bu düzdür də. Valideynləri. Bəli. Burada deyir də valideynləri ilə. Bəli. Bu mətndə yoxdur. Sonra 2 var. Neçədə? 2. Bu tərəf. 53-də 2. Səhv fikri seçin. Demək, nə yazmısan? C. C yazmısan. La lettre est écrite par Aya. Məktub Aya tərəfindən yazılıb. Bu düzdür. Bu düzdür, amma səhv fikir istəyir. Le Portugal est un beau pays. Portuqaliya gözəl bir ölkədir. Düzdür, bunun haqqında yazırlar, gözəldir, merveilleux falan. Elle est très heureuse de revoir ses proches. Yəni, öz yaxınlarını görməkdən şad oldu, yenidən görməkdən. Var elə bir şey burada. Deyəsən var idi. De revoir mes cousins, cousines, oncles, tantes et grands-parents. Revoir nə demək? Yenidən görmək. Voir, revoir. Hə. Sonra bunu dedik, bu da düzdür. Les Portugais sont des gens très antipathiques. O simpatik. Deməli, bu da səhv. De var ya. 8. Yenə də burada izahını yazmalıydım. Le cousin. Yazmışdım. Fils de l'oncle. Le fils. Ola bilər. Le fils de l'oncle, de la Fils yəni, tante. Təkcə oğul deyil yox. Ona görə yəqin orada boş enfant. Yo, la cousine soruşmuş. Elə oğlanı soruşur. Bu da enfant demişdim o uşağı. Enfant, l'enfant, fərq yoxdur. Elə də olar, belə də olar. Kuzen deyirsə gərək kişi. Bəli, oğlanı soruşur. Bəli, düz. 1. Bir, 54-də. 1. Dans le texte, il s'agit, mətndə bəhs olunur. D variantının tərcüməsi nədir? De la vie scolaire. Məktəb həyatı. Məktəb. Bəli. Həyatı, məktəb həyatı. Sən nədə yazmışdın? Bir əməz nədən söhbət gedir? Bilirsən, onda hansıdır? Mən heç bir uyğun gəlməyəcəksin. Uyğun gəlmir. Burada meteonun günlük enerjisindən danışır. Hə. Başqa C-dir? C. Hə. C nədir? 20-ci əsrin gənc bir şagirdi. 20-ci əsrin şagirdi, yəni necədir? Fəaliyyəti nədən ibarətdir? İnki oldu. 8 yeni danışır. Écrivez les contraires des mots soulignés. Altından xətt çəkmiş sözlərin əks mənalı sözlər. Antonim yazın. Alimi yandırmaq.